Dişlədisə buraxmır. Allah, bu niyə də Allah eləmişəm ha? Allah bütün atalara can sağlığı versin ilk növbədə. Bu bağ-bağça işləri ilə də əsasən onlar məşğul olur da. Hər zaman mənə maraqlı olub ki, bu bağ qayçısı nə olan şeydir? Bir dənə qayçıdır da. Götürdün, çaq-çuq elektrikli bağ qayçısı nəyə lazımdır? İstifadə edəndən sonra başa düşmüşəm ki, bu başqa bir lüksdur. Düd elədisə yandı. 3 dəfə də bunu sıxırsan, qoşulur. O nazikdən başlayıram. Bəh-bəh deyə. Bax, qulaq as gör neynir. Bəh-bəh. Hoppa. Özdə sezondur hal-hazırda. Bağ-bağçanın təmizlik vaxtıdır. Yaxşı oğluna deyərəm ki, alır bax bir dənə bundan, gedir papanın yanına, bir dənə bundan ona padarka. Ağsaqqal adama nə lazımdır? Rahatçılıq. 2-2 yarım elə olar. Onun da elə kəsmə diametri 2,5 mm qədər. Hoppa. Qəşəng.